Dikkat ekrana başladı indi. Show business'e farklı bakış var. Haberiniz olsun olup bitenden. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var. ARB televiziyasında hər birinizi xoş gördük. Magazin Plusun daimi izləyiciləri ekrana yaxın əyləşin. Bu həftədə gündəm olan açıqlamalar, maraqlı mövzular və fərqli qonaqlardan müsahibələrimiz var. Magazin Plus, Evoria İnşaat Materialları mağazasının xüsusi sponsorluğu, Tural Avtoservis 023-ün sponsorluğu, eləcə də Saf Travel'ın sponsorluğu ilə başladı. Magazin Plus'tan yeni haber var. Söhbət, səs-küy, açıqlama. Hamı elə bilib ki, maşını mən satmışam. Cəmil Əfəndidən hamını susturan addım. Sevdiyinə qovuşub vağzalı çaldırdı. Gündən mənim cənnət mələyim sənsən. Elçin Cəfərovdan sərt çıxış. Məni bu problemlərlə üzləşdirdi. Müğənni niyə bu qədər qəzəblidir? Aparıcıların düzgün təqdim etməməsi. Ölkənin yasa büründüyü gün doğuldu, sənət yolunda bir böyrəyini itirdi. Ailəsi isə bu yolun qurbanı oldu. Bu xalq artistinin kimliyi sizi mat qoyacaq. Bütün bunlar Deyib ki, maşında nə problem olacaqsa başımdan buna cavab verir. və ekskluziv görüntülər birazdan Magazin Plus'ta. Magazin Plus'tan yeni haber var. Kafeler, metlaklar, kermogranitler. Hamam dersleri. Aksesuarlar. İşıqlandırma avadanlıqları. Duş kabineleri. Her renkte pillələr. Növbə-növ boyalar. Şamlar, şamdanlar. Mətbəx üçün hər cür kranlar. Elektrik generatorları. Bunların hamısı Evoria mağazasında. Tural Avtoservis 023 15 ildən çoxdur ki, sizin xidmətinizdədir. Tural Avtoservis 023-ün xidmətlərini sizə təqdim edirik. Avtomobillərin diaqnostika olunması, alqı-satqı zamanı ümumi KT olunması, mühərriklərin yığılması, sürətlər qutusunun təmiri, elektrik işləri, kondisionerə qaz və yağ vurulması, injektorların yuyulması, silindirlərin yoxlanılması, əyləc dirklərinin yoxlanılması və yonulması, alışma şamlarının yoxlanılması, beyin blok təmiri və proqramlaşdırılması. Saf Travel MMC 12 ildən artıq təcrübəyə malik peşəkar turizm şirkətdir. Rəhbər Samirə Mirzəyevanın uzun illik təcrübəsi və peşəkar idarəçiliyi sayəsində Saf Travel minlərlə turistin etimadını qazanaraq Azərbaycan Turizm Assosiasiyasının rəsmi üzvlərindən biri seçilib. Saf Travel'da daxili və xarici turların təşkili üzrə peşəkar xidmət göstərməklə yanaşı, aviabiletlərin bronlaşdırılması və transfer xidmətləri də təqdim olunur. Şirkət Schengen vizaları daxil olmaqla viza dəstəyi xidmətləri də həyata keçirir. Xaricdə təhsil proqramları üzrə müraciətlərə də müştərilərə dəstək verilir. Onu da qeyd edim ki, Saf Travel'da daxili kredit də səyahət edə bilərsiniz. Peşəkar komandamız hər bir səfərin rahat və unudulmaz keçməsi üçün çalışır. Saf Travel MMC səyahətinizi peşəkarlara etibar edin. Məşhur rejissor Amil Alili oğluna toy etdi. Məclisdə kimlər vardı, kimlər isə ümumiyyətlə gözümüzə dəymədi. Bütün bunlar Magazin Plus'da. Magazin Plus'tan yeni haber var. Rejissor Amil Alili oğluna toy etdi. Səyahədən bağlı tanışını başına yığıb, qol qaldırıb bu şad gündə bir sözdürdü ki, rəqsləri bir yandan, arzu istəklərsə bir yandan. İndiyə qədər şükür Allaha yaxşı oxuyur. Həmişə əlasıdır. Ümid edirəm sona qədər də əlaçı olar. Elimizin, obamızın adını həmişə yüksəklərdə qaldırar. Bu yaxınlardan qızıl medal qazandı. Davamlı olsun. İnşallah ali məktəbə qəbul olsun. Əskərliyini layiqincə keçsin, əskərliyini çəksin, gəlsin. Həmişə başımız uca eləsin. Allah bütün Azərbaycan evlatlarını qorusun. Həmişə bayrağımız yüksəklərdə olsun. Bax, bu igid oğlanların sayəsində. Söz verirəm ki, dərslərimi yaxşı oxuyacam. Qiymətlərim 5 olacaq. Vətənimizə layiqli evlad olacaq. Gözəl bir ailə ilə qohum olmaq mənim üçün qürur vericidir.
Məhəmmədə can sağlığı arzulayıram, xoşbəxtlik arzulayıram. İnşallah ki, onun böyük toyuna yığışaq və böyüyüb xalqımıza, millətimizə layiqli bir övlad olsun inşallah. Qardaşımın kiçik toyunu təbrik edirəm. İnşallah onun böyük toyunu görərək. Məhəmməd Əli kiçik toyunu təbrik edirəm. İnşallah o gün ola böyük toyunu keçirdək. Bütün arzularına qəbul olasan. Məhəmmədi təbrik edirəm. O gün olsun, böyük toyunu görək. Bütün arzuları həyata keçsin. Sağlam can olsun. Qızlarımız bizdən yaxşı danışır. İnşallah ki, qohumluğumuz əbəd olsun, mehriban olaq həmişə. Burada gül balalarının həmişə xoşbəxtliyini istəyək. Rəşad abinin biz illərin dostuyuq və bu dostu bu Məhəmməd Əlinin sayəsində möhkəmlətdik. Qohum olduq, kirvə olduq. Bizim kirvəliyimiz əbəd olsun, daim olsun. İnşallah sona qədər bir-birimizin həmişə yanında olacağıq. Mən arzuma qorxuram, bu duruşa baxın, əsalətə baxın. Dünyadan gözəl arzunu atası bilir, valideyni bilir. Bizim arzumuz çoxdur, amma Amil bəy, nə deyirsənsə, hamısı yerinə yetsin. Sənin arzuların nə qədərdir? Çox. Nə olmaq istəyirsən? Polis. Polis. Mən pas. Ən gözəl polis ol, vətənə gözəl xidmət elə. Danışdıq, təbrik edirəm və həmişə xoş günlərdir inşallah. Amil, gözün aydın olsun bir daha. Amilin gözü aydın olsun. Bir valideyn üçün, bir şəxsiyyət üçün ən böyük arzu ola bilər ki, övladının sayılıb seçiləcək, qürur yer verəcək, duyacaq bir insan olmağıdır. Amilə göz aydınlığı verirəm. Amil, təbrik edirəm səni. Böyük bir kişi olsun. Atasına, anasına layiqli bir övlad olsun. Təbrik edirəm. İnşallah böyük toyuna gələk. Qrupu adından Amil bəy övladını təbrik edirəm. Xoş günlər görməsini arzu edirəm. Türkiyənin məşhur siması, özəl səslərindən biri Maqazin Plusa müsahibə verdi. İllərdir Türkiyədə səhnələr alırsınız, düyünlərdə, xalq konsertlərində və hətta Osman Öztəkin Tempo kanalında. Tempo TV'de her pazar canlı yayında var. Bəli, həm də sunuculuk. Evet. Yani tek işimiz müzik, ek işimiz değil. Sadece bu işten ben ekmek yiyorum. Sevenlerimle duyguları paylaşmak benim için çok mutluluk verici. Türkiye'nin birçok yerinde konserlerim yoğun bir şekilde devam ediyor. İnşallah Azerbaycan'da da sizin de vesilenizle bir başlangıç oldu. Buradaki kardeşlerime de o güzel duyguları yaşatmak istiyorum.
Osman Öztəkin, mən sizin proqramları izlədim və proqramların çoxsunda hər zaman Azərbaycanın adını çəkirsən və Azərbaycandan bir çox sənətçilər proqramımızın hətta qonağı olmuşdu. Evet, çok izleyicim var buradan. Gerçekten Azerbaycan'da izleyenlerimiz çok. Yine buradan öncelikle komutanım İlhan Şabi'ye var olsun. O ailesi, çevresi sağ olsunlar. Çok mesaj geliyor. Her hafta programda istek yapıyorlar. Ben de onların gönüllerini yapıyorum, okuyorum. Osman Öztəkin, sizin səsiniz dinlədik, yəni səhnədə çox gözəl oxuyursunuz. İbrahim Tatlısəsin mahnılarını ifa elədiniz. Biz bilirik ki, yəni maqazin üçün bunu deməliyəm salım. İbrahim Tatlısəsdə biraz qısqanclıq var idi öz mahnılarını oxuyan başqa sənətçilərə. Heç İbrahim Tatlısəslə onun mahnılarını oxuyanda bir sorun yaşadınız mı? Şöyle, İbrahim abi benim çok sevdiğim bir abim, hemşerimdir. Ben de Urfalıyım. İbrahim abinin o şekilde ben bir eksik bir şey de görmem. Tabii ki bizi kıyaslıyorlar yani ister istemez. Ben asla öyle bir şey demem. Saygı duyarım, elini öperim. Benim ilk İsot albümüm o zaman çok iyi bir satış yakaladı. 2000'de İbo Show'a da çıktım o zaman. Sevenlerim biliyor, takip etsinler. YouTube'da görebilirler. İsot, adım da İsot kaldı. Hatta İbrahim Tatlıses bana İsot der. Onu nasıl sevdiğimi rüyalarda gördüğümü uykusuz gecelerimi haydi söyle. Haydi söyle sizi nasıl sevdiğimi rüyalarda gördüğümü. Komutanım uykusuz gecelerimi haydi söyle. Çırpınırdı Karadeniz bakıp Türk'ün bayrağına. Ah ölmeden bir görseydim düşebilsem toprağına. Ah ölmeden bir görseydim düşebilsem toprağına. Sırmalar taksam koluna, inciler dizsem yoluna. Canım kurban Azerbaycan'a, yol ver Türk'ün bayrağına. Canım kurban bu vatana, yol ver Türk'ün bayrağına. Ne mutlu Türk'üm diyene. Osman Bey, bizim bir əməkdaşımız var, İdə parfüm. Bilirəm ki, erkək bayan olmaz, parfümü hər kəs sever. Evet. Bizimlə İdədən sizə çox gözəl bir parfüm hədiyəmiz var. Çok teşekkür ediyorum. Benim için en güzel hediye sizlerin o güzelliği, yüreği, Azerbaycan'daki kardeşlerimin sevgisi. Hiçbir hediye sizler kadar kıymetli olamaz benim için. Təşəkkürlərimi bildirirəm. Bugün Maqazin Plus'da qardaş Türkiyədən gələn Osman Təkinlə çox maraqlı söhbətimiz oldu. Təşəkkürlərimi bildirirəm. Magazin Plus'tan yeni haber var. Gilan İnşaat Materialları qrupu artıq bununla 3-cü mağazasının açılışını eləyir. Mağaza ümumiyyətlə konsept olaraq bayaq qeyd edildiyiniz kimi regionlarda daha az məhsul sərgilənən yerlərdə xüsusən konsepti böyütməyi hədəfləyir. Bizim məhsul çeşidlərimiz çox çeşidlidir və bu da o imkanı yaradır ki, müştərilər bir mağazadan bir çox çeşiddə məhsul əldə edə bilirlər. Burada üstünlüyümüz odur ki, hər bir şeyi biz burada yaratmışıq ki, müştərilərimiz yəni əziyyət çəkməsin. Niyə digər rayonlara getsin və yaxud da ki, Bərdiyə getsin. Çatdırmamızı pulsuz edirik. Əsasən müraciət edənlər, evini yenidən quranlar, yeni evlənənlər qəlb rahatlığı ilə bizə müraciət edə bilərlər. Bizim əsas məqsədimiz hər kəsə əlçatan olmaq, qiymətlərimiz və xidmətimiz çox şəffaf şəkildədir. Rayonumuzun sakinləri əvvəllər başqa rayonlara üst tuturdular. İndi isə rahatlıqla bizə müraciət edə bilərlər.
Ağcabədi rayonunda Heydər Əliyev prospektində yerləşir Evoria mağazini. Hamıya qayğı göstərmək istəyirik. Evoria deyərdim ki, Ağcabədidə bir ilk və yenilik markasıdır. Ağcabədidə hələ beləsi olmamışdır. Rayonumuz üçün çox xeyirli, uğurlu olsun. Fərqimiz ondan ibarətdir ki, evinizin bəzəyi üçün bütün hər növ aksesuar bəzəklərini bizdən əldə edə bilərsiniz. Çox yüksək keyfiyyətli malları ilə, endirimli malları ilə Ağcabədi sakinlərin buyurub gələ bilər. Sağ olsun hökumətimiz ki, belə bir şərait yaratdı. Bizə cəmaata həm əlçə gedirdik qıraqdan, qıraq yerlərdən çox çətinliklə alırdıq. İndi şükür Allaha, hər şey burada. Gözəl bir açılış oldu. Allah xeyirli, uğurlu, bərəkətli eləsin, ruzili eləsin. Bütün Ağcabədimə düşərli olsun. Mağazin Plus Evoria İnşaat Materialları mağazasının xüsusi sponsorluğu, Tural Avtoservis 023-ün sponsorluğu, eləcə də Saft Travel'ın sponsorluğu ilə reklamlardan sonra davam edəcək. Verilişin xüsusi sponsoru Evoria İnşaat Tikinti Mağazalar şəbəkəsi, verilişin sponsorları Tural Avtoservis 023 və Saft Travel.